Bir dənə şillə vurdu deyir, Mirzəfər Bağırova Allaha and olsun ha. Gətdə nə qədər pullu adamlar yoxdur, ev qapısını döyülmüş, çıtbı, əleyhissalam. Oyun heç getməmsən. Onlar başqa cür adam idi, indəl adam yoxdur. Öskürəkləri də başqa cür idi, o şey olmasın. Böyük kişilər var idi, böyük, əzəmətli Allah'ın olsun. Keçmək olmurdu yanına. İndi şapkələr qoyurlar, xəbəri yoxdur. Ərmənkədir şapkə. Baxırsan, xəbəri yoxdur, deyəsən ona yalan, bu qoyma bunu. Başı çıxmır, qoyma, erməni şapkəsidir bu. Meyxana olmayıb bu kənddə, heç meyxana deyən də olmayıb. Bu kənddə meyxanaya həvəs olmayıb, elə indi də yoxdur. Dərs oxuyublar ola, insan quruluşuna baxıb, xəsiyyətini bilirlər. Baxalım ortasının arası özür bəni alır. İkinci ayəsin sağ olun. Bu Xilə kəndi, mən də yaşlılardan eşitmişəm. Bu Hilə deyirlər, hilə, yəni boyunbağı mənasındadır, göy kəndlərin boyunbağısıdır, nədir, belə bir şey də isə deyirlər. Amma ki, əsas mən dərə mənasında diyor, dərə. Xilə yəni dərə mənasında, dərədə yerləşir bu kənd. Oyuna baxırsan, görürsən, düz gəlir, dərə mənasında. Biz də özümüz dərə məhəlləsində oluruq. Əsl Xilə, o ətraf ki var, məscidin ətrafı, o meydan yeri zad, belə ora-bura. Belə oralar təmiz Xilə sayılır, oralar. Xilə kəndi, dərə mənasında. Yaşlı, mən də uşaqlıqdan məsələn, böyüklərdən eşitmişəm, belənsi bir şeylər var. Yaşlı kişilər görmüşəm kənddə. Yaşlı kişilər görmüşəm. Mənim əmim danışardı ki, o əmin deyərdi ki, mən uşağı idim. Bir gün kəndxuda seçirdilər kəndə. Bütün kəndin yaşlılarını yığmışlar, qoca-qoca yaşlı kişilər. Mirzəfər Bağırov da gəlmişdi, öz gözü ilə görüb əmim hamını, öz gözü ilə görüb. Mirzəfər Bağırov gəlmişdi, onda hələ şey dördü, Ali Sovetin sədri deyirlər, ondan dördülər. Bu NKVD-də bu kəndlərə şey seçirdi, yəni bir böyük vəzifəli bir adam idi, ondan sonra keçdi böyük. O da oradaymış, deyib ki, şeydi, kəndin ağsaqqalları yığılıb, Qaydı Mirzəfər Bağırov ki, biz belə qərarı gəlmişik ki, kəndxuda filankəs olsun. O da kənd adamı olmayan bir adam, o təklif eləyib. Bir Damanəli kişi adında adam olub, Damanəli. Əmim danışardı. Allah and olsun, gəldi, bir dənə şillə vurdu deyib, Mirzəfər Bağırova Allah and olsun. Mirzəfər Bağırov dedi, bəs onu biz ələ salmışsan, çağırmışsan bura. Yəni ki, siz özünüz seçən idinsə, sən seçən idinsə, sən onda bizi ələ salıb çağırmışsan bura. Ki, gör nə bunun xətrinə deyib ha. İndikilər olsa dağılışıb, çıxıb gedədən seçirlər də. Yox, elə yox. Kişinin acığına gəlib Damanəli kişi. Damanəli, Allah rəhmət eləsin onu. Ürək olub kişilər. Yəni, bir dənə şillə vurub Mirzəfər bu deyir, dağılım çıxıb gedir. Sən ələ salıb bu, bizi getirib bura. Belənçi kişilər olub. Çox yaxşı. Məsələn, Zöhrab olub kənddə. Zöhrab. Gəlmiş, görmüş bir dənə kasıb adamın toyudur. Baxıb Polatqı Toxanıya ki, adam azdır burada, kasıbın toyudur. Gətdə nə qədər pullu adamlar yoxdur, ev qapısını döyülmüş, çıtbı, əleyhissalam. Toyun heç getməmsən. Blankesin toyudur, kasıb adamdır. Gelin yarım saatdan sonra özüm də orada olacağım. Yəni ki, qorxub gəlsinlər də, bilsinlər o da gələcək. Bir saatdan sonra orada olacağım, yarım saatdan sonra. Nə qədər pullu adamları kənddə, gəlin kişinin toyuna pul salın. Yığıb cəmatı da var kişinin toyuna pul salın. Yəni, kəndi istəyən adamlardan gelir söhbət. Kəndi istəməyən o qədər var ki, nə olsun, kəndi təəssüf deyərlər, təəssübini çəkir, kəndin təəssübini çəkən kişilər olur. Sizi videodan ayırdığımız üçün üzürlü sayın. Miraç YouTube kanalının mənəvi dəstəyə ehtiyacı var. Kanalımıza abunə deyilsinizsə, abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Əgər maddi dəstək olmaq istəyirsinizsə, aşağıda gördüyünüz Patreon linkinə daxil olaraq bizə dəstək ola bilərsiniz. xoş izləmələr. Əmir Haziyandır bura, Əmircan da bura. Əmir Haziyan. Biz, məsəl üçün, gedib o vaxt məktəbdə oxuyanda mən Bakının Əmir Haziyan qəsəbəsində Anadolu olmuşam. İndiki bir sabahdan deyəndə belə, yan Ermənidir. Yan Erməni kimdir? Erməni kimdir? Yan arda olur, lər şəkilçisidir o. Yan, lər şəkil, cəm şəkilçisidir. Bir qoca arvad var idi, neçə, 50 il bundan qabaq. Mən sizin söhbət edib qoca arvad ki, gelmişdim o bir nəfərin yanına, o qoca arvad mənə danışdı. Mən öz gözümlə görmüşəm, Nizaməddin məscidi var kənddə. 14-cü əsrdə onun sonrasını tikiblər, əvvəli Allah bilir, hara gedib.
14-cü əsrdə onun yarısını sonradan tikiblər. Ağ atın üstündə cəmaatı həccə aparırdı. Gəlirdi orada, hara gəlirdi cəmaatı, yığılırdılar o Nizaməddin Mesidin qabağına Əmricanda Xilə kəndində. Oradan cəmaatı karvanla həcc ziyarətinə aparırdı. Həcclərin əmiri deməkdir, Əmir Hacıyan. Oradan sonra başlayıb, o da gəlib gedib xilə olub Əmir Hac. Yəni hacıların əmiri deməkdir, Əmir Hacıyan. Lər şəkilçili olur. Yəni hacıların əmiri, hacı əmiri yox, hacıların əmiri. Bunlar olduğuna görə olub Hacıyan. Bu bisabatlar deyil, yəni Erməni kimdir? 10 dənə akademik olub, bir dənə kəndi. Bir kərə Əliyə Vahidin gecəsini keçirdirdilər Əmrəcan klubunda. O şey də gəlmişdi, Allah rəhmət eylesin, Zələmdar Mahir, bu şairlər zətdə yığmışlar, Vahidin gecəsi keçirilir. Bir dənə İngilis gəlmişdi ora. Yanında da tərcüməsi var idi, İngilis. O dedi ki, mən 20 ildir bu Xilə kəndi barəsində mən axtarışlar aparıram ki, buradan necə olur ki, dahilər nəyə görə çıxır da buradan? Bu dahi adamlar çıxır buradan. Hələ deyim, mən 20 içində tapa bilməmişəm ki, su var, buranın taşı var. Nəsildir bu, ya necə adamlar var burada ki, mən 20 illərə bir qənaətə gələ bilməmişəm ki, nəyə görə buradan istedadlı adamlar çıxır? Zətlər Bəhruzadəsi, daha kimlər çıxır buradan? Şəmsə Sədullayev, Murtuza Muxtarov, Abbasqulağı Bakıxanov, o boyda Abbasqulağı Bakıxanov balaca adamdır. Alimlər olub ki, Nəcəfül Əşrəfdə dindən dəstəyiblər cəmaata. Nəcəfül Əşrəfdə dindən dəstəyiblər cəmaata. Bir nəfər Zıq kəndindən gediblər, şəcərə var, nesil axtarmaq. Mən nesilini axtarır, gör ki, orada var, İranda da var, orada da var ki, bir adam gedir Seyiddir, ki, gedə öyrənə orada ki, mən hansı nesildənəm? İmamlar hansı nesilindən, hansı qoldan gələm? Zığlı gedib, ona deyiblər ki, sizin Zıq kəndinin, İraqda sizin Zıq kəndinin yanında bir dənə Xilə kəndi var. Xilə kəndi. Orada Şeyx Həsən adında adam olub burada, müəllim işləyib burada, dərs deyib. Nəcəfül Əşrəfdə müəllim işləyib, tələbələrə dərs verib o. Onun Zığlı dostu olub Şeyx Hüseyin. Bunlar deyib, bək dost deyirlərdi. Şeyx Hüseyinlə Şeyx Həsən dost deyirlər. Orada deyiblər ki, Zığın yanında Xilə kəndi. Biri istəyirsiniz ki, gedib bir daha qəbrində, Vadi Salam qəbristanlığı var İraqda. Gedir o kişinin qəbrini görsədir. Belənci böyük adamlar olub. Zəttar Bəhluzadə də balaca adamdır, Zəttar Bəhluzadə. Qəyyur var, Hacı Qəyyur. Xalq rəssamıdır bu. Bunun əsərləri izadı televiziyada da görsədirlər də. Tirtekov qalereyası var. Düşünmüşsünüz Tirtekov qalereyası. Orada bunun 4 dənə tablosu var, 4 dənə. Tablonun biri, belə bir formadadır, tablonun biri adlanır Əmrəcan və Əmrəcanlılar. Şəkil gör harada. Çəkib ki, qoyub ora. Əmrəcanın bir əhvalı adamlardır, biri mənə əyilib, biri diyanıb, kişisi arbadı, ələnçi bir şəkil var orada Əmrəcan və Əmrəcanla. Həmişədə Səttar Bəhluzadənin yanında Qəyyur olub, Hacı Qəyyur, xalq rəssamı deyim. Gedir, dedik, Pirşağıya, dəniz qırağınıza da, ora bura. Bir kəndi Səttar Bəhluzadə küləklə var, bir qabaqda oturub, dənizə yaxın, dəniz qırağında, o şeyində atıb, belə desə çəkir, orada əyilib. Mən də deyir, dalda ağacın altında oturmuşam, əncil ağacı, bir dənə köhnə əncil ağacı var, oturmuşam ağacın altında. Deyir, birdən qayıtdı mənə, deyir ki, Qəyyur, dedim, Səttar müəllim, eşidirəm. Dedi, o ağacın altında o boz fason bir nəticə rəngi, boz, o rəngi görürsən orada sən. Oradan gör, arasında da bir haradasa neçə metr məsafə var. Deyib, baxdım. Dedim, bunu deyirsiniz, Səttar müəllim, bu rəngi deyirsiniz, bu rəngi. Ha, gördüm. Allah'ın da olsun, deyir ki, yalandan dedim, onu gördüm deyir. Mən o rəngi, o vaxtı, o mən dediyi rəngi mən görməmişdim. 10 ildən sonra tapdım deyir o rəngi, dedim, vay Allah. Bu neyi görsədim mənə gör, hələ bunun açılış olmayıb hələ. O rəssamı biz gördüyümüz, ola gördüyünü biz görmürük. 10 ildən sonra rəssamlıq əliydə bu. 10 ildən sonra tapdım ki, vay, bu rəhmətliyi mənə gör, nə rəngi görsədim mən. Yalandan deyirdim amma ki, dedim ona ki, görürdüm bu rəngi. Hələ belə adamı Səttar Bəhluzadə ağaclıq vaxt olub. O kinosu da var, çəkiblər. Un paylayırmış cəmaata, xəmir yoğurulmuş. Özü də deyirdi ki, suyla yoğurmayın xəmiri, yağla yoğurun, yağla. Ki, cəmaat üçün aclıq vaxtı
aclıq cəmaat ölən vaxtı acından. Aclığından elə şeylər danışırlar, Allah'ın olsun, şükür Allah'a indi bir parçayı tapıb yeyirik də. Anam danışırdı ki, evdə uşaqlar acından. Qıyyə çəkirlər, göyəriblər uşaqlar. 4 dənə uşaq da evdədir, qıyyə eda səsləri anam basır. O vaxtı o payıq çöyə verdilər. Deyə Allah'a and olsun, deyəndə yuxarıda tində, yuxarı tində. Uşaqlarının sesini eşidirdi ki, uşaqlar necə qıyyə çəkir evdə. Gidi olan payını deyir, anası gəldi evə deyir. Aclıq bir şeydir. Aclıq elə belə şeydir, yox mən yemərəm, apararım. Yox, olsa aclıq. O vəziyyətə düşsün, o vəziyyətdən çıxsın, deyərəm ha, məsəl üçün. Gör, anası balası ölür gözünün qabağında. O cür vaxtlarda xanalla verdi. Gedib oradan buradan, indi əli satan yerdə un getirib, yoğurtdurub cəmaata. Əmrəcana yox, Bakının kəndlərinə, rayonlara, Gəncədə çox şeylələri bu, Gəncədə. Bir gün Gəncədə bir vaxt gedib Gəncəyə, Divada o qaldığı evdə daha gəlin durğuzmayım onları, yay olub, skameykada yatıb, saat 3 olub, 4 olub gecə. Səhər ayılıb görüb ki, ayaqqabılarını aparırlar. Təbii o ayaqqabılarını aparırlar. Cəmaat diyor ki, hava açılır, o yana bu yana gedirlər, bu ayaq yalın durub gedməyəcək ki. Allah'a and olsun, and içində 20 dəqiqədən sonra getirdi ayaqqabılarını qoydular yanına. Belə o tanınmış adam olub, getirib 20 dəqiqədən sonra ayaqqabılarını qoydular, xana bağışda. Bilməyiblər, qələt eləyiblər, məsəl üçün. Çox işlər görüb, xanalla verdi. Onlar başqa cür adam idi, indi adam yoxdur. Öskürəkləri də başqa cür idi, o şey olmasın. Hələ öskürürlər ki, ay Allah, bu öskürəndə bilirdin ki, bu yaşlı adamdır, sambalı, qoca adamdır, nə qədər adamdır bu. Bunun daxili dağ dələbi. Belə eləyəcəm, bu bundan kişi çıxar. Məsəl üçün, adam özlüyündə elə gəlir. Böyük kişilər var idi, böyük, əzəmətli Allah'ın da olsun. Keçmək olmurdu yanını, vahiməli kişilər idi onları. Amma ki, uşaqla uşaq böyüklə böyük. Uşaqla uşaq böyüklə böyük. Qabaq, salam aleyküm, aleyküm salam, belə. Salamı da elə verərdilər ki, bəkdən, görərdik, rezət eləyərdik, filan kes. Meyxana olmayıb bu kənddə, heç meyxana deyən də olmayıb. Bu kənddə meyxanaya həvəs olmayıb, elə indi də yoxdur. Belə o cür ki, qıraq kəndlərdə var meyxana, bu kənddə meyxanaya meyi yoxdur, çox yox. Kimsə gələn, məsələn, tanınmışsa adam, güya hindi deyirlər, filan kes, onda belə bir şey olar. Toylar, oynamaq da az olub. Oynamaq da sən deyən olmayıb, bu filan kesin havasıdır. İndiyəcən bəzi yerli mənlə sağ olan, atamca sağ idi, bir mahnı eşidəndə deyədə, bu rəhmətli Zöhrəbin havasıdır. Bayırda dayanırmış, xızəliymiş, qulaq asırmış, belənsi. Toylar, gecə saat Gülağa var idi, yadıma gəlir, Mərdəkandan gəlirdi, qoşun ağrı çalan idi. Hər toyda, Ragib var idi, Kral Neçələ oyuna gəldi. Hər toyda axşam saat 12-də Tormusen mahnısını oxuyurdu. Avropalı gəlin kino var, İranın kino var. Özü qoşun ağrına vururdu, Tormusen mahnısını oxuyurdu. Bu muhammat ki var, üzü istəyirəm. Bir nəfərin qısa danışım, işi çox pis idi. Bir nəfər hədisəydi. Bunun işi qutarırdı. Yox desəydi, bunu türməyə aparırdılar. Bunun işi ki kimdeydi? Qaçmışdı, axtarırdılar bunu. Bir nəfər bunun qohumu gəldi ki, dedi ki, əmoğlu, sənin işlərin düzəldi. O hə deyəcək. Dedi, hardan bilsən? Deyir, mən öyrənmişəm. O, çox muğamatpərəst, qəzələ, şeirə çox həvəsli adam diyor. O sənə yox deməyəcək. Gör muğamatın, qəzəliyyatı, yüzünə bax ki, deyir, o adam, eğer bunlara çox maraq görsədəndirsə, o səni pislik eləməyəcək. Hələ də oldu, pislik eləmədi ona. Hə, dedi, bu işi düzəldi. Bir kişi var idi, Allah indi, ya Allah, onun adı neydi, ayalı qurban Allah'a. Hər gün evə gələndə, məhəllədə də cavanlar yanırmış. Yaxçı salam vermək, bəndən işləyir diyor. Adı necə yadımdan sallaşır. Deyim, salam aleyküm uşaqlar, əleykmə əl-səfəmi, əleykmə salam əl-səfəmi, əleykmə salam. Bir gün uşaqlar, bu da axşam olub, bir gün uşaqlar sözləşiblər ki, gəl əl-səfəmi bir gün bizə salam verəndə, gəl salamını almayaq bunun. Bu da yaşlı kişidən bir şey, gəl salam verir, salam alır. Gəl belə qapının ağzına deyəm, 7-8 nəfər cavanlar. Deyim, salam aleyküm, gör bunlardan ses çıxmadı, gör nə deyib, deyim, ayda açqım evdə qaldı, hələ bildim adam var burada. O gör kişi nə deyib bunlara. Askizlər evdə qalmayıb bu adam.
Ya da açayım evdə qaldı, hələ bildim adam var burada. Yəni ki, ay heyvanlar, yəni ki, ay eşki, ay heyvan, salamımı alın da. Bir daha söz nə olar, görəcə başa salıb eşki. İndi deyirlər, ağsaqqalın gör pulu olsun. Ha, o ilə də ağsaqqalın pulu olsun nədir? Mən yaşlı bir əmmə sual verdim bir kərəm, o deyirəm, türmədə zatı soyarmışdı. Bu, deyirəm, bir qıraq bucaqda deyirlər ki, üstün kətdə ağsaqqal olmuyor. Necə şeydir bu? Mesela ağsaqqal yox. Yəni, ağsaqqal da mən deyirəm, ev deyərsən ona, indi qol gücü var, onun xalallı verdi, oxusu. Deyir ki, bu kənddə hörmət olub bu kənddə. Hörmət. Hörmət ağsaqqallıqdan da üstün şeydir. Ağsaqqal ola bilər, səhv danışsın. Hörmət olub. Hər kəsən özünə görə bir cür adamdır, kişidir. Sən, mən, o kişi, o da kişidir. Sənin sözün mənim sözümdən üstündə şey yoxdur. Mənim düşüncəmə görə, fikrimə görə bu düzdür. Hörmət olub kənddə. Ona görə ağsaqqal hər kəsin özünə görə bir kişi olub burada. Pravamı alıblar, Qarasukoy qayda. Qabaq göndərərlər rayona. Öz rayonumuza da, bizi Suraxan rayonuna göndərdilər. O bir aydan sonra gəlmir, bir ay gəlmir, 2 ay, 3 ay gəlmir. Burada gəlirəm artırır, vaxtın kiftansa verirdilər. Gəlmir pravam. Əmimlə, o deyirdim, o qəzəl, filolog, ədəbiyyat müəllimi, 226 ədəbiyyat muzeyi var, ədəbiyyat muzeyi, bütün şairləri, şəkilləri, bütün hər yan. Deməmi, pul da yox deyə. Üstümüzdə, ikimizdə 2070 köy pulumuz var. Kasıbçılıq. Biri gerək görə nə eləyərdi, necə alaraq pravanı. Gəldik, çatdıq qayya, qayının qabağına. Saat 6-dan sonra sənəd, belə bir dar koridordur, qaranlıq, işıq da yanmır o vaxt. Orada bir pəncərə var, böyük pəncərə. İçəridə ofisərlər oturub, zabitlər. İçəri işıqlıqdır, 5 nəfər, 6 nəfər içəridə ərəsin qabağında dokumentələrin işi var da. Əmin də yaşlı adamdır, başladı deyinməyə. Belədir, burada içəridə də eşitlər. İçəridən bir qayıtdı ki, o kimdir orada, o kişi orada danışır, nə olub ona bir qabağa verin, onu görün, nə istəyir o, nə üçün belə narahatdır, niyə əsəbləşib o kişi. Gəldik qabağa, camağa yol verdi bizə, adam da çox da. Gəldik pəncərənin qabağına, salam əleykum, əfəndi deyər, salam əleykum əfəndim, əleykum salam, buyur ki, belə səsin getirib buralar, nə olub sənə? Biz qardaş oğlu deyil, gəlmişik, üzü qışa gedir, sənətləri buradadır, göndərmirlər ora. Özü kasıbçılıdır, bu işləməlidir. Ona görə narahat da öyrənmə. Bu bayaqdan sesimi eşidirsən, mən ona görə narahat. Biz nəyə görə narahatam? Qayıtdılar ki, nəyə görə? Hamısı bizə baxır, bayırdakilər isə. Nəyə görə narahatsan? Ay ki, qayıtdı ki, saat səhərdən durmuşam, saat 6-7 geçdi. Mən elə bir gün bir daha kişiyə rast gəlməmişəm elə mən. Yaxşı, kişiyə rast gəlməmişəm mən. Necə yəni, dedi, bəli, mən elə bir daha kişiyə, ona görə mən əsəbləşmişəm. İndi mənim həkimciyim, kim ki, dokumentim kimdə deyil, bravo. Bütün bayırdakilər, bütün içəridəkilər, hamısı ona baxır ki, görə bu kişi çıxsaya çıxmayacaq, bu. Sənədi verə. Tez dedik, adın, familyan tez dedim. Tez dedim, pulumuz da yoxdur, 270 bizimizdə pul. Dedi, gələ, qayda, sən bir gün bir dənə kişiyə rast gəldin. Bəli, mən bir gün axır bir kişiyə rast gəldim. Allah sən köməyin olsun, çıxdır gəldim. Ələ vəziyyətə saldı onun sözlə. Verməsə mümkündür. Onu işçilər zatlar bir nələ verməsə, oradakı işçilər zatlar deyək, bir kişi çıxmadı. Biz vəziyyətə salıb sözlə onu. Dərs oxuyublar ola. İnsan quruluşuna baxıb, xəsiyyətini bilirlər. Kiminə hardan başlamaq lazımdır. Hələ söhbətlər bilirlər ki, indi söhbət gelir. 5 saatdan sonra axırıncı cümləyi ilə qutaracaq. Səhərəcən geçsə bu söhbətin axırıncı söz nöqtəsi harda olacaq? Birdən bir aydan sonra bu söhbət açılsa, hardan başlayıb, axırda gedib hardan qutaracaq onu bilir. Bir ildən sonra bu söhbət açılsa, yenə bir ildən sonra ki, ola bilər o söhbətlərdə qarışsın bu söhbətin içinə, ora, bura, ən axırda yekunda hansı cümlə ilə qutaracaq bu söhbət, oran bilir. Axırıncı cümlə bu olur. Qabaq şapka qoyurlar. O, xanın kinosu çox şapkələr var, 2 şapkəsi. Xan Allah verdin, güllələnmə təxirəsi, onun başında şapkəsi var, əsl şapkələrdən də o. Ona oxşarlar da var, kişilər qoyurlar. Yaddan şapka qoyurdu. Şapka qoyan yoxdur. Mənim də 6-7 dənə aşağı, Vaspi Klinka var, Şesti Klinka. Olan parçalar var, Ratin var. Ratin ən bahalısı Ratindir. O neçə gelir, drap var idi, şapka tikdirirlər.
O vaxtı bilməm hala, axır vaxtlar sabunçuda tikirdilər, yaxşı şapkələr tikirdilər. Lal Qurban var idi kənddə, Lal Qurban. Bizə 5 il qoyub şapkəni, 5 il. Üstü də gün zadı ora-bura şey olub da. O Lal Qurban belə destəboy kişilik, kök kişilik, lal idi. Şapkəni çörürdülər. Sökürdü şapkəni. Parçanın iç üzü. Hələ şeydə axı, koramayıb, tezə qalıb. Üzün gün vurub parçanın alt tərəfi. Həmin o parçanı çörürdü, tezdən şapkəni tikirdilər gələ. Get 5 ildə qoy başıma. İndi şapkə çörtdürəm bax. İndi şapkələr qoyurlar, xəbəri yoxdur. Ərmənkədir şapkə. Ərmənlər qoyurlar onu. Baxırsan, xəbəri yoxdur. Deyəsən ona bu qoyma bunu. Başı çıxmır, qoyma Ərmənlər, Ərməni şapkəsidir bu. O Ərmənkə deyirdilər ona. Ərmənkə qoyub başına, Ərmənkə deyir. Onlar da qoyurlar axı, indi haradan şey. Onların şapkələr başqa cürdür. Mən tanıyıram da onları, şapkələr mən hamısı tanıyıram. Baxıram, bir kişi qoyub deyəm, sən başı tutmalı, Ərmənkədir. Şapkə xəbəri yoxdur ki, haradan bilsin. Şapkənin də növləri, iradı yox, nə mənaları var. Alıb da narkoman yazar, görürsən ki, belənsi. Kim pis yoldan qayıdıb, pis yoldan, əyri yoldan qayıdıb, başlayıb Allah'a tərəf getməyə. Hələ həmin gün 2 dənə qapaz vurub başına, vay, indiyəcən ağlım olmayıb mənim. Həmin indiyəcən ağlım olmayıb. O da keçməyə heç çox çətin deyil, bu yandasan, bir addım atsan oldun belə. Allah kömək eləyir sənə. Mən gecə gündüz Allah, mənim cavanlığım pis oldu, mən gecə gün ayalım, məni tutardı bəladan, ayalım, kömək ol mənə. Qurban Allah, kömək olub mənə Allah. Mənə Allah kömək olub. Qoymuşam oraya içərini başqa şey qoyasan. Sən Allah qoymasan oraya başqa şey gəlib girəcək oraya. Boşqalı bax, yerimi çıxartmışsan oradan gəlib oturacaq oraya. Düşüb bu yola. Mən şey kimi baxmıram, bunlar hələ yox. İnsan da Allahın bəndəsidir yox. O da bir insan da Allahın bəndəsi, bir kişinin balasıdır. Ata onu zülməlisən axı sən. Adam atasının anası zülməli ya. İkinci ayasın sən Allah. Bir güzgüye oturup oturup yüzüme diyorlar. Benim o ayda Allah'ın dostu geldi, tiyatroyu yüzüme vurup aldı. Diyor, tüpü seni yüzüme diyorlar. Ben adamım ben. Ondan sonra düzeldim bir. Peşman olmasın, Allah bağıştan peşman olursan. Ya iyi bir dakika sensin, sen geçi oğlansan bu böyle şey ola. Allah bir bit balaca ağıl var, Allah hamısına ağıl ver. O kadar değil, Allah deyip belə yazıbsa eləməyib Allah. Yazı yoktu. Allah belə yazıb, mən buraya gəlməliydim, buradan belə hələ şey yoxdur. Allah faili muxtarsan sən. Ağıl verib sənə, deyirəm düz yol. Onu da göstərmişəm bu yana, hada istəyirsən get. Azadsan. Sən güclə mən meçidə sala bilərəm səni. Allah Teala hamısına kömək olsun, bizi də olan içində. Vallahi.